الحمد لله العليم الخلاق قسم بين عباده الأخلاق كما قسم بينهم الأرزاق. أحمد ربي وأشكره وأتوب إليه وأستغفره وأشهد أن لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد وهو على كل شيء قدير. وأشهد أن نبينا محمدًا عبده ورسوله المبعوث بكرم الأخلاق. اللهم صل وسلم وبارك على عبدك ورسولك محمد وعلى آله وصحبه ومن اهتدى بهداه إلى يوم البعث والتلاق. أما بعد، فأوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين، وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اتَّقُوا اللّٰهِ. Aziz, değerli kardeşler, ilk növbədə Allah'tan korkmağı tövsiye edirəm. Bu Rabbimizin evvelkilərə, sonunculara ettiği bir tövsiyesidir. Biz sizden evvelki ehli kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edirik. Ona göre korkun Rabbinizden ve bilin ki güzel ahlak sahibini hem Allah'ın yanında hem insanların yanında sevimlidir. Güzel ahlak sahibi kıyamet günü megam olarak Peygamber sallallahu aleyhi ve selleme en yakın olan insandır. Terazide en ağır gelendir ve en çok insanları oddan xilas edip cennete dahil edendir. Ona göre de güzel ahlak sahibi olmaya çalışın. İlk olarak Rabbinizi razı salmak için, sonra etrafınızda olan insanlarla güzel davranmak için. Ve bugün bu ahlakdan birine toxunmak istəyirəm. Uca bir ahlak, yüksek bir değer, aziz, değerli bir xislət, hansı ki təriflənir ancaq o ahlak ki Kur'an'da gelip ve Peygamber sallallahu aleyhi ve sellemin pak sünnesinde tetbik olarak, emeli olarak öz yerini tapıp ve peygamberler hamıdan önce ona sahip olmaya çalışıblar. Onu mənimsəməyə, elde etmeye çalışıblar. O ahlak təğafuldur. Yani göz yummak. İnsanların xətalarını görmezden gelmek. Ve mənasına baxsaq şəriətdə görərik ki, en dəqiq mənası odur ki, insanların veya etrafında olan insanların xətalarını həddindən çox dəqiqləşdirməmək, axtarmamaq, öz haqqını onlardan tam almamaq, əksinə sənə qarşı naqisliyə yol verənin danlamamaq, onu qınamamaq, ısrarla üstüne getməmək, budur mənası. Ona göre de insan daim xatırlamalıdır ki, dünya hayatı hansı ki insanlar yaşayır onda hiç de kamil değil. Ve onda yaşayan insanlar da kamil değil. Her biri için naqisliği var. Hem hayat, hem insanlar nöksansız değiller. Her bir kes hata edir. Ne dese sevinirse, nese onu sevindirirse, nese de onu kederlendirir. Her bir kesin büdremeyi var, səhvi var. Kim diyebilir ki, onun bütün xisletleri sevilendir, razı olunandır. Kim hiç günah etmeyip, hata etmeyip, pislik etmeyip, ona göre de her bir nefs onun əsli xilqətində, təbiyyətində elə bir xasiyyət var ki, o xasiyyət değişmir. O xasiyyəti heç nə değiştirmir. Ona göre de nəfslər eyni dərəcədə deyil, fərqlidir birbirindən. Sabitliyinə görə, təmkinliyinə görə, saflığına görə, tələsməməyinə görə, ona təsir edən səbəblər səbəbindən
Nəfs zəifləyir, tələsir, acizliyə düşür. Ona görə görürsən ki, insan bəzən qalır öz nəfsi ilə ona etibar etmək arasında. Tələsməməklə, həlim olmaqla başqalarına qarşı bu əxlaqı göstərmək arasında. Bu səbəbdən də əksər insanlar bu əxlaqdan cahildir. Ona görə müdrik insanlar, hikmət sahibləri vurğulayıb ki, həyatın çətinlikləri nə olursa olsun, istər ictimai, istər şəxsi, istər xalqlar arasında olan, istər xalq ilə onları idarə edən siyasətçilər arasında olan, bir ailədə olan, cəmiyyətin övladları arasında olan hər hansı bir xoşa gəlməz hallar məhz bu əxlaqla tənzimlənməlidir. Bu əxlaqla düzəlməlidir. Ona görə də göz yummaq və bəzi kiçik məsələlərə fikir verməmək əslində bu zəiflik deyil. Bu qüvvətdir. İnsanın nəfsinin qüvvətidir. Bu həlimlikdir, tələskənlik deyil. Bu səbirdir, səbirli bir davranışdır. Acizlik deyil. Çünki qulaq o demək deyil ki, hər eşitdiyinə qulaq verməlidir. Hər deyilən sözə qulaq asmalıdır. Göz hər gördüyünə baxmalıdır. Bu, onun nəfsinin paçlığını bulanlıq edir. Əksinə, cəmiyyətdə ədavət toxumu səpir, təfriqəçiliyə səbəb olur, qəlblərdə zən çadırı qurur və insanların hissiyatı ilə oynamaqdır. Onların qəlbinə şək, şübhə, ədavət, kin, küdurət salmaqdır. Bu səbəbdən də göz yuma bilmək, başqalarının etdiyi kiçik xataları görməzdən gəlmək, bəzən bu qaçılmazdır. Çünki belə olmasa, karvan salamatlıqla yola düşə bilməz, əmin-amanlıqla yol ala bilməz. Çünki mənzil uzaqdır. Heç də hər dəfə geri çevrilib baxmaq olmur və bilinir ki, çox geri çevrilib baxmaq surəti yavaşladır, mənzilə tez çatmağın qabağını alır. Ona görə də heç kəsin hər bir xətasını tutmağa çalışma. Diqqətlə izləyib səhvləri ortaya çıxarmağa çalışma. Belə etsən, nə dünya qalar, nə həyat yoldaşı qalar, nə qardaş qalar, nə dost qalar, nə qonşu qalar. Ona görə ağıl sahibi olan insan bilir ki, bəzən göz yummaq, görməzdən gəlmək gözəl ədəbdir sahibi üçün. Xüsusən də əgər bilirsə ki, bunda onun üçün yaxşı məsləhət var. Yaxşı məsləhət əldə edə bilər və ya daha böyük bir fəsadın qarşısını ala bilər. Ona görə göz yummalıdır bəzi xırda işlərə, xırda məsələlərə, xırda xətalara. Çünki bu Peyğəmbər sallallahu aleyhi və səlləmə məxsus bir əxlaq idi. Həsən-ül Basri rahiməhullah deyir ki, heç bir Peyğəmbər öz haqqını tam istəməyib. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlarından bəziləri ona qarşı xəta etdikdə Allah Teala buyurur ki, وَإِذَا أَسَرَّ النَّبِيُّ إِلَى بَعْدَ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللّٰهِ عَلَيْهِ. Peyğəmbər bəzi qadınlarına sir verdikdə, o qadın da o sirri yaydıqda Allah Teala onu Peyğəmbərinə izhar etdi. Sonra nə deyir? Nə etdi Peyğəmbər sallallahu aleyhi və səlləm? Arrafa ba'dahu və a'rada an ba'd. Bəzisini bildirdi o qadına, bəzisindən isə üst çevirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm görməzdən gəldi. Çox dərinliyinə getmədi. Ona görə də insanların xətalarını davamiyyətli izləmək, ondan salamat qalmaq istəyirsənsə, gözdən gəlməlisən bəzi məsələlərdə. Həris olmalısan ki, qəlbin şək şübhəyə düşməsin, salamat olsun. Həris olmalısan ki, istəməyəsən ki, insanlardan sənə xoşa gəlmədiyin bir xəbər çatsın. Bu Peyğəmbərlik yoludur, onların şərəfli mənhəcidir.
rəvayət olunur Peyğəmbər sallallahu aleyhi və səlləmdən deyirdi ki, heç kim mənə əshabımdan, yəni səhabələrimdən heç nəyi gəlib çatdırmasın. Çünki mən sevirəm ki, sizin qarşınıza çıxanda köksüm, yəni qəlbim təmiz olsun, saf olsun. Və tərifə layiq insan o kəsdir ki, tərifə layiq insan o kəsdir ki, göz yummağı ağılla edir. Heç də qafilcə, ağılsız etmir. Çünki birincisi zəkadır, fərasətdir. İkincisi isə axmaqlıq və nadanlıqdır. Ona görə hikmət sahibləri deyərdilər ki, heç də qövmün ağası onların içində olan axmaq deyil, əksinə qövmün ağası xırda məsələlərə göz yumandır. Və nəticə itibarilə göz yummaq, nədəsə xırda bir məsələdə, xırda bir səhvdə görməzdən gəlmək, əksinə təriflənəndir. Əgər içində bağışlama varsa, mülayimlik varsa, yumuşaqlıq varsa, əgər bu məna olmasa onda bil ki, sən heç bir çətinliyi həll eləmirsən. Əksinə o çətinlikdən bir parça olursan və bu da sirdir əksər düşmənçiliklərin, əksər ədavətin, kinin, küdurətin, o kəslərin ki, başqasını izləyib fürsət gözləyirlər xətasını yaymaq üçün, ifşa etmək üçün. Ona görə də insanların xətasını axtarmaq, araşdırmaq bil ki, heç də gizli deyil. Onların səhvinə sevinmək heç də fərasət deyil, qəhrəmanlıq deyil. Əksinə, onların etdiyinə baxsan görərsən ki, səhvləri olduğundan daha böyük bir şeyə yozurlar. Nə üzür qapısı qoyurlar, nə bağışlanma qapısı qoyurlar. Hər bir xətanı qəlblərində zənn üstə qururlar, qəlbləri araşdırırlar, qəlbləri yarırlar. Halbuki salamatlıq bunda deyil. Qəlbləri ələ almaq bunda deyil, qəlbləri qoruyub saxlamaq bunda deyil. Bu sadəcə çox xeyirləri bastırmaq, dəfn etməkdir. Ona görə İmam Əhməd Rahiməhullaha deyəndə ki, 10 hissə var ki, salamatlıqda 10 hissə var ki, onun 9'u göz yummaqdır, görməzdən gəlməkdir. Deyirdi ki, əksinə salamatlıq 10 hissədirsə, onun hamısı göz yummadır. Ona görə qəlbin salamat olması önəmlidir. Abu Muhammed İbni Həzm deyir ki, həris ol ki, insanlar səni salamat qəlbli kimi vəsf etsin, səni elə tanısınlar. Qorx ki, səni hiləgər kimi tanımasınlar, bil ki, səndən qaçacaqlar, etibar etməyəcəklər. Bu sənə zərərdir, hətta sənin qətlini də gətirə bilər. Və Əməş Rahiməhullah deyərdi ki, göz yummaq, görməzdən gəlmək çox şərləri söndürüb. Və göz yummaq elə bir əxlaqdır ki, düşmənlərə daş yedirir, onların ağrısını artırır, onları alçaldır. Əksinə, o kəs ki, göz yuma bilmir, o xislət yoxdur onda, bil ki, onun üçün həyat heç də asan deyil, heç də rahat deyil. Ona görə hikmət sahiblərindən biridir ki, hətta alçaq könüllü birinin yanından keçsən, əgər səni söysə, elə et ki, sanki eşitməmsən. Və hal dilin desin ki, ola bilsin ki, məndən başqasını qəsd edir. Ona görə də göz yummaq düşmənçiliyi aradan qaldırır. Əksinə nəfsi ən yüksək olana yüksəldir, ən səfih, ən alçaq olandan isə uzaldır. Və kim bacarmırsa göz yummağı, bil ki, onun qınağı, təqibi çox olur, danlamağı çox olur başqalarına və səbəb olur ki, əhli qaçsın ondan. Uzaqlaşsın qonşuları, nə dostu olsun, nə yoldaşı olsun, nə istəkli insanlara olsun və bil ki, heç də şimal küləyi belə hər dəfə eyni əsmir. Əksinə bəzən sərt olur, bəzən yumuşaq mülayim olur, bəzən sinə gəlirsən ona, bəzən qorunursan ondan. Beləcə həyat da belədir. İnsanlara qarşı davranış da belədir. Heç də daima saf olmur, rahat olmur və kim insanların xətası ilə məşğuldursa, onlardan intiqam almaq üçün yaşayırsa, çalışırsa, bil ki, bu əxlaq onda yoxdur. Və bir gün görəcək ki, tək qalıb, ətrafında heç kim yoxdur. İnsanlar ondan qaçıb,
Hələ qaldı ki, vaxtının itirməsi, qəlbinin fəsad edilməsi, böyük məsləhətləri əldən verməsi, görərsən ki, keçmişdə olanları əldən itirib, əldə edə bilmir artıq. Əksinə, əsl nə varsa, məqsəd, ali məqsəd nə varsa, artıq itirib onu. Əlində xırda kiçik məsələlər qalıb, hansı ki, onu ilə məşğul olur. Ona görə deyərdi ki, hikmət sahibləri, məlumdur ki, kim əqrəb öldürməklə məşğuldursa, karvandan qalar və kim ovdalınca düşərsə, azar. Şeyxülislam İbn Teymiyyə rahiməhullah deyərdi ki, kim intiqam almağı adət edibsə, səbr etmirsə, bil ki, bir gün zülmə düşəcək, yəni zalim olacaq. Ona görə bilin ki, göz yummaq bir dəyərdir. Heç də elə belə bir dəyər deyil, böyük, geniş bir dəyərdir. Və xas deyil kiməsə, hansı bir qövməsə, hamı onda müştərəkdir. Şərəflisi də, adi insan da, əmiri də, məmuru da, rəisi də, tabiçilikdə olan da, şeyxi də, müəllimi də, tələbəsi də, atası da, övladları da, ər də, arvad da bu əxlaqda olmaqdan başqa çarə yoxdur insan üçün. Çıxış yolu yoxdur. Əgər istəyirsə ki, insanlara uyğunlaşsın, onlarla bu həyatda müvafiq olsun, göz yummaqdan başqa yolu yoxdur. Ona görə də göz yuma bilmirsə, bil ki, saflığı yoxdur. Göz yummaq yoxdursa, görməzdən gəlmək yoxdursa, bil ki, həmrəylik yoxdur, birlik yoxdur, fədakarlıq yoxdur. Kim göz yumub qəlbləri ələ ala bilirsə, bil ki, yüksək ədəbə sahibdir, yüksək dərəcəyə sahibdir. Bu ağıllı bir siyasətdir. Ona görə də kim ancaq bu işi qəlbi nurlu, geniş qəlbli insan, ağıl sahibi bacara bilər. Ondan qeyrisi isə bacara bilməz. Ona görə də göz yuma bilməyənlə, göz yuma bilən arasında məşriqlə, məğrib arasındakı uzaqlıq var. Nəfsdir o kəsin qəlbi ki, insanların xətasından keçə bilmir, göz yuma bilmir. Nə pis ağıldır o ağıl ki, İnsanların xətalarını araşdırır, dərinliyinə gedir, dənə-dənə qeyd edir, əksinə zərrədən qübbə edir, kiçik bir məsələni dağ edir. Aqil isə, ağıl sahibi isə Allah Taala'nın Yusuf Peyğəmbər haqda zikr etdiyi ayəsinə nəzər salar, ibrət alar. Qalu in yasriq faqad saraqa axun lahu min qabl fəasarraha Yusuf fi nəfsih və ləm yubdiha lahum. Dedilər ki, o uğurlayıbsa, qardaşı da ondan qabaq uğurlayıb, bu onun qəlbinə təsir etdi, lakin nəfsində gizlətdi, onlara bildirmədi. Və ən əzəmətli, bil ki, bu din hansı ki verilib bizə, bu Peyğəmbər hansı ki göndərilib bizə, gəlib ki, insanların eybini örtsün, onları araşdırmasın, onları rüsva etmək üçün gəlməyib, əksinə onları təmizə çıxarmaq üçün, pak etmək üçün gəlib. Peyğəmbər sallallahu aleyhi və səlləm o vaxt ki, Ma'iz radiyallahu anh onun yanına gələndə zina etdiyini etiraf etmək üçün soruşmadı ondan kimlə zina edib. Axtarmadı günahda şərik olan sahibini, çünki məqsəd nəfsin təmizliyi idi, tövbə idi, eyibləri açıb rüsva etmək deyildi. Hətta Qamidiyyə o qadın radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmlə onu təmizləməyini istəyəndə düşdüyü o günahdan Peyğəmbər sallallahu aleyhi və səlləm onun razılığı ilə onu cəzalandırıb, hətta qaytarıb, biləndə ki, hamilədir, bəlkə 9 ay müddətində övladı ilə bağlılığı onu gəlməməyə sövq edər və uşağı dünyaya gətirəndən sonra yenə gəlib, təmizliyə, paklığa həris olduğu üçün, sonra yenə qaytarıb 2 il sünədim əmizdirsin deyə, bəlkə qayıtmaya, çünki ana ilə övlad arasında müddət uzanırsa, bağlar da möhkəmlənir, lakin gəldiyində qadın ağıllı, zəkalı olduğu üçün, övladının əlinə bir parça çörək verir, göstərir ki, süddən ayırıb. Hətta Ma'iz Əbu Bəkrin, Ömərin radiyallahu anhunun yanına gələndə, onlar belə ola, eybini örtmək, onun üçün daha xeyirli olduğunu bildirib, bu, ona görə idi ki, istəmirdilər ki, cəmiyyətdə pozğunluq, zina yayılsın, fəsad yayılsın. Həmçinin Yusuf Peyğəmbərin hekayəsini oxusan, görərsən ki, Allah Taala Quranda onu zinaya təhrik edən qadının kimliyini belə vurğulamayıb. Əksinə buyurub ki, وَرَاوَدَتُ هُوَ فِي بَيْتِهَا Evində olan qadın onu öz nəfsinə çağırdı. O qadın, evində olan qadın hər kəs ola bilərdi, xadimi ola bilərdi,
dayı ola bilərdi, kölə ola bilərdi, ana ola bilərdi, bacı ola bilərdi, qızı ola bilərdi, həyat yoldaşı ola bilərdi. Lakin Allah Teala zikr etməyib. Bu göstərir ki, eyibləri örtmək əzəmətli bir hikmətdir. Ona görə də şiddətli bir cəza gəlib. O kəslər ki, insanların eyiblərini açır, onları rüsva etməyə çalışır. Deyir ki, sallallahu aleyhi və səlləm, ya məhşərə mən əmənə bilisəni və ləm yədxulul imanə qalbah. Ey dili ilə iman edənlər toplusu, hansılar ki, iman qəlblərinə daxil olmayıb. La təxtabul muslimin, Müsəlmanların qeybətini etməyin. Və la tətbə'ə avratihim, onların eyiblərini axtarmayın. Fəinnəhu mən tətəbbə'ə avratihim, fətəbbə'ə Allah avratəhu. Kim bir kəsin eybini axtararsa və kim bir qövmin eyiblərini axtararsa, Allah Teala onların eyiblərini axtarar. Və mən tətəbbə'ə Allah avratəhu yəftahuhu və ləv fi cəvfi beytihi. Və Allah Teala kimin eyiblərini axtararsa, o evində olsa da onu rüsva edər. Ona görə də eyibləri örtmək əzəmətli bir ibadətdir. Onları axtarmaq, yaymaq böyük günahlardan bir günahdır. Çünki əlaqələri dağıdır. Gələcəkdə insanların qəlbinə kin-küdurət, şək şübhə salır. Aləmlərin, Rəbbinin qəzəbini haqq etdirir. Və insanın, kişinin gözəlliyindən odur ki, ona aid olan bir işlə məşğul olmalıdır. Deyir ki, sallallahu aleyhi və səlləm, kişinin İslamının gözəlliyindən ona aid olmayanla məşğul olmasın. Ona aid olmayan bir işi tərk etsin. Ona görə də mömin ağıl sahibidir. Aydın, nəsihət edəndir. Bilir ki, qəflətlə göz yummağın arasında necə fərq var. Göz yummaq yüksəkliyidir, uca məqamdır, gözəl əxlaqdır. Qəflət isə alçaqlıqdır. Ona görə də və buradan aydın olur ki, əksər insanlar göz yummaq məsələsində bu meyarda necə böyük bir xətaya düşüblər. Ona görə bəziləri bu məsələdə yaxşılığı gizlədib, əksinə çirkinliyi üzə çıxarmağa çalışıb, haqqın bərqərar olmasında, batilin batil olaraq sübut etib insanlara izhar olmasında belə çalışıblar ki, batilə göz yumsunlar. Batilə, əhlinə göz yumsunlar və bu fəlsəfə ilə aldadıblar özlərini, həmçinin də başqalarını, xeyirli olanı, alçaq olan dəyərsiz bir şeye dəyişiblər. Halbuki baxsaq, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri belə olmayıb. Necə ki, Əbu Sələmə rahiməhullah deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı azğın olmayıblar. Həmçinin də ruhdan düşən olmayıblar. Əksinə məclislərində şeir də deyirdilər. Məclislərində cahilliyəni də xatırlayırdılar. Bəzi rəvayətlərdə gəlir ki, zarafatlaşırdılar da. Lakin Allahın əmrinə çağırıldıqda gözlərinin dolduğunu görərdin. Və gəlib bəzi rəvayətlərdə ki, onları ən ciddi insanlar görərdin. Ona görə də göz yummaq o demək deyil ki, insan özünü fitnəyə ərz etməlidir. Özünü fitnəyə məruz qoymalıdır. Özünü müdafiə etməməlidir. Göz yummaq o demək deyil ki, insan aldanmalıdır və aldatılmalıdır və imkan verməlidir ki, dəfələrlə kimsə onu aldatsın. Çünki bu axmaqlıqdır. Göz yummaq isə qorunmaqdır, sipərdir, örtüdür. Deyir ki, sallallahu aleyhi və səlləm, la yuldəğul mümin min hucrin vahid mərrateyn. Mömin bir dəlikdən iki dəfə sancılmaz. Allah Teala bizi eşidib faydalarından etsin. Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Harda zəif müsəlmanlar varsa onlara kömək olsun. Əqulu mə tisma'un və əstəğfirullah li və ləkum və li səiril musliminə min kulli zəm. Əstəğfiruhu innəhu vəl-ğafurrahim.